Deməli, bu günləri bu Excel'in xırda nüanslarına toxunacaq. Yəni xırda hesablamaları, belə deyək. Ümumiyyətlə bildikdə burada basıram 2 dəfə. İstəsəm bax bura keçib buradan yaza bilirəm. Məsəl üçün 5 plus 4 eyni buradan yazır. Təbii ki, bərabər işarəsi ilə başlayırıq. Bərabər qoymadan başlayanda onu funksiya kimi, yəni hesablama kimi anlamır. Hə, bir dəqiqə mən geri qayıdım. Bərabər buradan qoyub 5 plus 4 yazanda nə yazdım? Tərsinə yazdım. Nəysə. Uşaqlar, bax burada bu oxu vuranda funksiyanı enter, bax özü də deyir ki, enterdir bu işarə. Amma x silmək deməkdir. Yəni x-i vursam siləcək. Bir dənə geri qaytarım. Yenə indi buradan yazıram. Bərabərdir 3 plus 4 bu şəkildə yazdım. Yəni bunu da vursam hesablayacaq. Bəzən bu imtahana düşür ki, bunlar nədir? Yəni bunu heç istifadə eləmirəm. Enter düyməsindən istifadə edirəm. Məsəl üçün, baxın bu şəkildə aktiv deyil bu. Amma xananın içərisinə girəndə bu aktiv olur. Yaxşımı? Bir də bir sual var ki, birinci dərsdə keçmişdim. Mən bir xanada 2 sətir yazı yazmaq üçün nədən istifadə edirdim? Nokta virgüldən. O başqa şeydir. Yazı deyirəm. Məsələn, yazıram bura, salam. Mən istəyirəm indi necəsən yazım. Dəqiqə. Hə, yazdım. İstəməm ama bu alta düşsün. Alt-alta olsun yazım. O necə yazım? Kanalı uzatmarıq. Hə? Kanalı uzatmarıq. Sağ tərəfi durub. Yox. Yəni tutarıq. Uzatsın. Bax, buradan bu uzadaq. Gəl. Yəni tuta bilmirəm. Yəni bir dəqiqə. Bax, yox. Sən bunu eləsən də, buradan bunu da eləsən olmayacaq. Neynəməliyəm? Hayır, Necə? enterə basana düşməlidir. Yox, düşmür. Enterə basanda, hə, bu xanada gəldim bura, enterə bastım, başqa xanaya keçir. Mən istəyirəm ki, salam yuxarıda olsun, bir xanada, necəsən aşağıda. Keçmişdim axı, wrap text'i basıram. Gələm bunu seçirəm. Bu şəkildə wrap. İndi düzdür, biz bunu genişləndirmişik, olmayacaq. Belə yığaq. Gedək wrap text'i basaq. Baxın. Və yaxud da bunu klaviaturadan düyməsi, yenə yazıram, salam necəsən? Alt enterli. Gələm, alt enteri basıram. Baxın. Hə, bu yazmamışdan qabaq düşməli uşaqlar. Bu şəkildə. Alt, enter. Bir dəqiqə. Hə, bir də basacaqsınız, görəcəksiniz olmur. Çünki klaviaturada 2 dənə alt var düyməsi. Bu Win düyməsinin yanında olan altla işləyir. Yaxşımı? O digər oxlar tərəfdə olan alt bu işə yaramır. Necəsən? Yazıram. Başa düşdü. Yadımızda qaldı. Yəni testə çıxanda diqqət edin. Daha sonra uşaqlar xanaların seçilməsi. Və mən istəyirəm, məsəl üçün, bura yazmışam 4, bura yazmışam 5, bura yazmışam 6, bura yazmışam 7, tutalım. Mən istəyirəm ki, gələm bunu da seçəm, bunu da seçəm, bunu da seçəm. Və necə seçim? Birinə basıram, digəri gedir. Gələm bu xananın üzərində dururam, sonra kontrolu basıram. Seçirəm bunu, sonra bunu seçirəm. Sonra bunu seçirəm, bunu seçirəm. Baxın, bu şəkildə eləyəndə hal-hazırda görürsünüz də kanallar seçildi. Yaxşı, bəs necə edeyim ki, məsələn, indi buradan qoyum bu şəkildə belə promoy seçsin də, amma belə getməmək şey. İndi belə gedə bilirəm, praktik üsulla bu formada gedə bilirəm. Amma bunun testdə var, hansı yolu var?
Gəlirəm 7-nin üzərində dururam. Shift-i basıram. Burada bu 7-nin üzərində də duranda avtomatik shift-i basılı olduğuna görə bura qədər seçildi. Bu nə işə yarayır uşaqlar? Məsələn, mən buradan bunu seçməliyəm. Bir dəqiqə. Bunu seçdim. Shift basılıdır. Bir də aşağıdan hər hansı bir yerdən seçməliyəm. Ona görə məsəl üçün uzaq yerdən də o sürüşdürə bilmirəm. Gəlirəm buradan bunu basıram. Hə, bax bu şəkildə bu uzaq məsafəyə işə yarayır. Shift düyməsi ilə. Başa düşdü? Sual var. Aha. Ee, İndi sonra xırda nüanslardan biri. Baxın. İndi diqqət eləyirsinizsə bilmirəm. Biraz bunu genişləndireyim. Baxın uşaqlar, mən bura ədəd yazıram, yenə 4 yazıram, məsəl üçün 3 yazıram. Hamısını ha tərəfə atır? Sağ tərəfə. Excel-də ədədlər sağ tərəfdə yazılır, sözlər, mətn sol tərəfdə yazılır. Bu nüansa da diqqət edirik. Məsəl üçün, baxın, bəzən bax belə yazacağıq. Dəqiqə, ingilis dilinə keçirməliyəm. Dırnaqda 3 yazıq. Bu ha tərəfdə olacaq uşaqlar. Hı? Dırnaqda 3 nə idi Nihat? Dırnaqda 3 olanda mənim sol tərəfdə yazacaqdı. Sağ tərəfdə daha doğrusu. Sol tərəfdə. Sağ tərəf. Çünki dırnaq işarəsi bax Pythonda da keçəcək. Dırnaq işarəsi mətnləri göstərir ki, bu mətndir, tekst tipi. Mətn. Yəni 3 artıq mətn kimi qəbul elədi. Yaxşımı? Bir də bu keçən səfər bu dırnaqda 3 ilə bağlı və yaxud da 5 yazmışdım dırnaqda. Nə demişdim hesablamada? Hansı nüansı vurğulamışdım? Görüm yadınızda qalıb. Rəqəm kimi onu götürmürdü. Bəs harda Yəni götürürdü? dırnaq içərisində olmasa onu rəqəm kimi götürürdü. Hə. Dırnaq içərisində olarsa, məsəl üçün toplamadırsa, Hı. dırnaq içində 3 plus dırnaq içində 5 kimi yazacaq onu. Ayrı-ayrı toplamayacaq. İş burasıdır ki, bax mən bunu bu xanada yazıb bu şəkildə eləyəndə götürməyəcək. Bunu hesablamayacaq. Amma gəlin bax belə deyək də. Bərabər qoyuram. Deyirəm ki, 4 bunu götürdüm. Plus məsəl üçün 3 vurdum bunu. Hal-hazırda nə edirəm? Xanaya müraciət edirəm. Düzdürmü? Dəyər sərfi verdim. Amma gəlib bu yenə burada bərabərdir yazıb 4 plus dırnaq içərisində 3 yazsam bunu hesablayacaq. Yəni Excel-in belə bir nüansı var. Yəni burada olanda xanaya müraciətlə götürmür. Amma mən burada hesablamada yazıram, o götürür. Yaxşımı? Başa düşdü? Yəni mən burada G17-ni vursam götürməyəcək. Amma belə açıq yazsam burada, G17 yazsam hesablanacaq. Deyir ki, value, dəyər səhvdə xəta verdi. Error. Amma burada bunu belə yazanda götürür. Baxaq buna. Buna baxın, bunu götürmədi. Yadda qalacaq. Başa düşdük. Sual var. Aha, sual yoxdur. Deməli, indi mən Paint-i açam. İndi dəftərlərinizi sizdə gətirin. Qeyd götürəcəyim. İndi burada bəsdir. Çox bir dəqiqə mən qələm götürüm. Götürdünüz dəftər qələm.
Yazırıq. Xanada 3 cür ünvan var. Birincisi, dəftərlərin sonra şəklini çəkib atacaqsınız. Yəni, qeyd götürün. Nisbi ünvan. Nisbi ünvan bax budur. A5 məsələn. B2, C4, D8. Və müxtəlif cür olub. Bu şəkildə yazdım. Sonra mütləq ünvan. Uşaqlar, mütləq ünvan dollar işarəsi olur qarşısında. Məsələn, A8. Daha sonra B2. Ne toplarız Fatma? İndi göstərəcəm. Bu hələ qayda kimi yazaq. B2. Bir də qarışıq ünvan var. Qarışıq ünvan, məsələn, bu dollar işarəsi, məsələn, A5 tutalım. A-nın qarşısında olur, 5-in qarşısında yoxdur. Sonra və yaxud da tərsinə olur. A dollar 5. Hansının qarşısındadırsa, bu ona aiddir deməkdir. Və məsələn, A-ya aiddir. Məsələn, götürək B2. Bu da B-nin qabağına ataq. Və yaxud da B dollar 2. Uşaqlar, bu ünvanı, bax, buradakı ünvanları köçürdən zaman dəyişir. Neçə xana, neçə sətir, neçə sütun apardınsa, o qədər dəyişəcək. İndi o qədər də necə dəyişir, onu göstərəcəm. Bu dəyişmir. Mütləqdə heç biri dəyişmir. Elə ki, sancaq kimi də dəyişmir. Har aparsan eyni qalır. Yaxşımı? Bu şəkil. Daha sonra buna yazan ünvan dəyişmir. Dəyişmir. Burada isə, məsələn, burada A dəyişməyəcək. Çünki A-nın qarşısındadır. Amma 5 dəyişir. Çünki onun qarşısında dollar işarəsi yoxdur. Bəs burada necə olacaq? Bax, burada necə olacaq? Hə, Nihat. Axırıncısını dəyişəcək mənim. Hansı A dəyişəcək, yoxsa dollar 5? A dəyişəcək, 5 dəyişməyəcək. Bəli, bu dollar 5 dəyişmir. Yazdınız bunu. Yazıb bitirmisinizsə deyin. Keçək digərinə. Belə deyək. Gəldik bura. Uşaqlar, məsələn, indi bura yazıram. Bura yazaq.
Mesela bərabərdir. Bu xana tutalım. Plus bu xana. Deyirəm bunları toplasın. Enterə vurdum. Yəni toplamaqla işim yoxdur. Bunu gətirirəm. Bax, bu hissədən tuturam. Sürüşdürürəm. Məsələn, bu hissə. Kim gəldi? Kimsə gəldi. Hə, burada. Axşam. Baxın. İndi belə deyək. Bunu mən bura köçürtdüm. Yaxşı, bu nə bilək ki, bu necə oldu? Gəlin indi buna baxaq, görək nə oldu. Dəyişdi, Y7, G4 oldu. Ha, yəni bu necə oldu ki, bu şəkildə, bu formada dəyişdi. İndi bunu mən görünən eləyim. Birini izah eləyəcəm, qalanı necə deyərlər sizə verəcəm. Bakın. Əslində uşaqlar biraz yanlışlıq oldu. Deyim, bunu hərflər də düşsün. Bunlar da düşməlidir. Bu şəkil. G-yə qədər. Hı. İndi baxaq görək necə oldu ki, bu sürüşmə zamanı bu formanı aldı, bu cavabı aldı. İndi mən birini izah edirəm. Deməli, uşaqlar, baxın, mən hansı xanadayam? Bax, testdə deyəcək ki, məsələn, B3 xanasından köçürdürüb, bura haradır? Ev, görünmür bu. Peki. Pis oldu. Çəkək. Hı, hı. Belə daha yaxşı olur. Hə. Köçürdürüb ev 6 xanasına. Yaxşı, necə olub ki, bu da hansı xanadadır? B3-də. B3 xanasından deyəcəklər ki, köçürdülüb bu cavab A4 plus C1 köçürdülüb ev 6 xanasına. Baxın, B, B burada. B ilə F-in arasında neçə dənə hərf var? 1, 2, 3. Düzdürmü? Yəni C, D, Y. Bu şəkildə. Bərabər qoyuram. Bəs sətir arasında 3 dənə də plus 3 gəlib 6 olub. A-nın üzərinə mən gələcəm 3 dənə hərf. Yəni A-dan bax, gəlib bunu öncə qırmızı ilə götürürəm. A-dayam. Burada deyirəm ki, A-da. Yəni B-dən sən F fərqini tapacaqsan. B-dən F-ə neçə ilə gəldinsə, eynini bunların da üzərinə, həmin düsturun da üzərinə gələcəksən. Məsələn, A-dayam mən. 3 hərf gəlməliyəm. C, D, Y. Burada 3 hərf sonra, məsəl üçün, B-ni götürürəm, C-ni götürürəm, D-ni götürürəm. Yəni, gəldim, düşdüm Y-yə. Düzdürmü? Y-ni götürdüm. Yazıram Y. Y-dən, Y neçədədir? Y-ni tapdıq. Üzərinə neçə gəlib sətir bəs? 3.
4-ün də üzərinə 3 gələcəm, eləyəcək 7. Yəni Y7 xanası. Daha sonra bu C, mən C buradayam. Bunda yaşıldan yazaq. C buradadır. Bunun da üzərinə həmçinin yenə 3 dənə hərf yəni adlayıb belə deyək, keçməliyəm. Belə hoppanmalıyam, adlamalıyam, necə deyirlər. Yəni C-dən sonra D-dir, Y-dir, F-dir. Gördüm, gəldim, düşdüm 3 dənə sonra G-yə. Ona görə yazıram G plus G. G burada C nədir? 1-dir. Sətrim neçə adlayıb? 3 dənə. Onda buna da plus 3 yazıram, olur 4. Bu şəkildə, baxın, bunu tapmış olduq. Başa düşdünüz? Yoxsa? İndi gəlin birini də yazaq. Birini də yazaq. Məsələn, yenə B3 yazalım, hələ ki anlayalım kimi. Bərabərdir. Belə deyim. A4 üzərinə gəlim. Yaxın bir şey götürəcəm. Üzərinə gəlim C1. Yenə eyni şey götürürəm. Enter yazıram. Deyirəm bunu aparaq. Y6-ya. Yapışdır açaq. O birini açmıram. Şimdi bunu siz eləyin. Görək hardan hara gəlmişik. Chat bölməsində yazın. Gözləyirəm. Dəqiqə. SMS yerini açın. Hə. Necə eləyim ki? Görüm sən. Hə, bu şəkildə həm ekranı görürsünüz, həm də mən sizi görürəm. Hesablayın, yazın görək. B-dən getmişəm Y6-ya. B3-dən Y6-ya köçmüşəm. Hı -hı. Chat bölməsi işləyir uşaqlar. Şey.
Birincini D7-ni düz yazmısan, Nərmin. İkincidə nəsə yanlışın var. F-i də düz yazmısan. Orada C1'dir. Üstü üçgenmiş. Çimen. Hətta birin üstünə üçgənin neçə eləyir? Aynen burada 4 yazıp orada 3 yazmışım. Üzülürse. Hə, yaxşı. Uşaqlar, hamı cavab aldı. Hı hı. Ayten buradasan. Böyle almışım. Hı hı. Yaxşı. Nihat, Səid, çətinlik var, eləmi? Yazmışam da ben. Hadi, tamam, hadi yazırız. Bakalım. B Hə, gitti F'de. hə, Beraber tamam. koymadınız. Çətin. Yaxşı, uşaqlar, indi mən bunu hesablayım. Mən də hesablayaq. Görək necə olur. Gedim. Yaşasın. Uşaqlar, baxıram, B3 xanasındayım. B3 xanasından gəlmişəm Y6-ya. Necə olacaq? Burada A4-dür. B3 bərabərdir A4. Nə pis oldu, görünmür. C1. Neynirəm? Gəlirəm Y6-ya. Deyirəm ki, B-dən Y-yə getmişəm. Bax, 2 dənə hərf var. C, D. Deməli, C, D. Hərf, sütun sayım 2 dənə adlamışam. Buradan da plus 3-dür də, bilirik, altın bu şəkildə. A-dan 2 dənə o tərəfə düşdü D-yə. Düzdürmü? 4-dən də, 4-ün də üstünə plus 3 gələndə oldu 7. C-dən də 2 dənə adlayanda, D-ni, bir də Y-ni adlayanda düşürəm F-ə. Yəni E, üzərinə də sətrin üstə 3 sətr gələndə elədi 4. Yəni, bu şəkildə bu cavab alındı. İndi keçək birində. Yazaq tam şəkildə mənimsəyənək. Bunları pozaq. İndi yazıram məsələn. Yazım. Bura yazaq. Bu şəkildə yoxsa bunu yazaq. Tapaq bir dənə. Plus. Bəs. Bunu mən götürüm aparım hara. Bu şəkildə. Bax. Uzaq məsafə. Amma olsun. Leyla, buradasan. Bəli. Hə. Bu səfər cavab ver buna. Benim keçən səfərkən cavab yazmışsan. Yox, yazmamışsan.
Və bərabər işarəsi var. Ha. Yəni A4 xanasındayım. Bərabərdir. B8 plus D10. Düşmüşəm hara? Bura. Bura nədir? Y11. Y11'e. İndi bunu tapaq. Nihat yanlışdır. Ben yazmamışım öyle. Hə, Nərmin. Baş hərfinə baxıram, qurtardım. Səhvdir mənim də. Hə. Aa, bir dəqiqə uşaqlar. Yazın, yazın. Səhv olmaya bilər. Siz yazın. Leyla, çətinliyin var. Yekunlaşdırıram mənim şeylə. Hərfləri aşağı in. Hərfləri görün. Mən yazaraq belə desəm olar mənə. De. Y11 bərabər olacaq. Y11. Hə. Hə. Məncə bərabər olacaq. Digər F olacaq 15. Hı. B olacaq 12. D də olacaq 14. Niyə 3 dənə şey deyirsən? F deməməliydim. Yaxşı. İndi yazıram, gör düz yazmısansa baxar. Deməli uşaqlar, A-dayam burada. Mən getməliyim Y-yə. Y hardadır burada? Burada. Deməli 3 dənə. B, C, D. Yəni orada Excel olmayacaq sizin qarşınızda. Yəni mən əlifbanı heç olmasa sırasını bilərsən ki, B, C, D. Yəni bilərsən ki, 3 dənə adlamısan. Yəni imtahanda bu şəkildə olmayacaq ki. Ola da bilər amma. Amma çox vaxt olmur. Sonra B-nin üzərinə, sonra 4-dən də gəlmişəm 11-ə. Neçə eləyir uşaqlar? 4-dən 11-ə. Aha, 7. Plus 7 ilə gedir. Plus 7 ilə getdiyimə görə B-dən 3 dənə adlamalıyam. Görək B-dən 3 dənə. B buradadır. C-ni adladım, D-ni adladım, Y-ni adladım, gəldim düşdüm F-ə. F. F-in 8-in üzərinə 7 gələnlə necə eləyir? 15. Yaxşımı? Plusu yazıram. Sonra gedirəm D. D görək hardadır. D buradadır. Və 3 dənə adlamalıyam. 1, 2, 3. Gəldim düşdüm H-a. H-a da düşdüm. Yazıram H. Tapdım bunu. Və bunun da üzərinə 7 gələndə 17. F15-i düz dedim. H17 demədin. Leyla.
Yaxşımı? İndi görək Excel-nə yazım. Müəllimə, bir dənə axı onu başa sala bilərsiniz. Niyə Vahid bu tərəfə sayırıq müəllimə? Mən elə başa düşmədim. Bax, 4-ün üstünə neçə gəlsəm 11 Onu bu am. cür müəllimə, bu tərəfə sayırsınız. Bunu Haşı məsələn, niyə haş yazdıq müəllimə? Hə. çünki bax D-dəyəm. Burada A-dan Y-yə gəlmişəm. A-dan Y-yə neçə dənə eləyir? B, C, D. 3 dənə atmışam da, düzdürmü? Bax A-da dururam, bax burada dayanmışam. B, C, D, Y. Deyib ki, A-la, bax A sütunu ilə Y sütununun arasından 3 dənə sütun fərqi var. 3 dənə sütun tullanmasan, gəlmirsən, düşmüsən Y-yə. Bildin? Bu, burada da B'den, bak bu B'den. B buradadır. Renkler karıştı. Bak bu B buradadır. B'den de 3 tane sütun tullanmalısan. Bunu tullanırsan, D'ni də tullanırsan, bunu da tullanırsan, gəlib düşürsən F'ə. Başa düşdün? Hə. Hərflər arasında da bir dəqiqə belə olur. Bax, bir qələm tutsun. B'dəyəm. B-də deyirəm ki, 3 dənə hərf tullan. Yəni adla, nə bilim. Deyəsən ki, ay müəllimə, B-dən sonra C gəlir. Biri getdi. Qaldı ikisi. Biri budur. Sonra gəlir D gəlir. Bu da biri. Sonra da gəlir Y. Düzdürmü? 3 dənəsini tullandın. Gəlib düşürsən F-ə. Başa düşdün? Yəni deyirəm B ilə B-dən 3 dənə sonrasın. 3 hərf sonrasını de mənə. O da F-dir. Arasında. Mən Var, bildim müəllimə, aydındır. hı. Yəni sütunları aralarını götürür. Yəni başa düşməsən, ya çətinliyin olsa, əlavə deyərsən, vaxtın olanda bir yarım saatlıq izah apararam yenə sənə. Çox Yaxşımı? sağ olun müəllimə, başa düşdüm. Hı. Keçən günə görə Excel nə deyir? Bəlkə biz səhv almışıq. Hə, bax. Bu şəkildə getdi. Gəlin birini də yazaq. Görək nə yazırıq. Çoxlu işlədəcəm onu. Nə qədər vaxtımız var, bundan işlədəcəm. Deyirəm ki, buradan götürək. Bərabərdir. Bu hansı xanadır? Götürək məsələn bunu. Üzərinə gələk. Tutalım ki, bunu. Hı, gəldik. Sonra deyirəm ki, bunu köçürdək. Hara köçürdək bunu? Biraz 5-ci cavabımız. Bura köçürdək. Götürdüm. İndi bunu. Tamam. Buradan götürdüm. Bu belə açıq da qalsınlar, uşaqlar. Direkt bunun üzerinde yazabilirler. Hı. Yazabilirim. Hı. Baxın siz görün nə yazırsınız. Neyinirsiniz? Aha, Nihat'tan cevap gəlib. Bu şey. Yox, gəlməyib. Bu bayaq dedi desin. Hadi götürürük müəllimi. Hara götürür? Ekranda bax gör haradır? Sıfır harda yazılıb? Bu yazılmıyor. Necə yazılıb?
Ekran görünür səndə. Y'ye yaz. Y'ye. Hara yazılıb Səid? Bu sıfır görünmür burada. Açıq intiqat bir şey müəllim özülsə. Hə, yaxşı. Y11-ə. Y11. Bax, 11 buradadır, Y də burada. Mənim C5-dən bərabər qoy Y11 yazın da. Belə başa düşmürəm. Yaxşı, keçin o tərəfdə yaz. Biraz belə bilmirəm. Deməli, bax, C5-dən C5 bərabər. Bu nə tər yazmır? Nə formula yazmır? Dondu. Qələm donmuş uşaqlar. C5 bərabərdir. B3 plus D 10. Köçürtmüşəm. Y, baxın, Y11. Bax, Səid, bax, bu Y buradadır, düzdürmü? Bu gəlir, 0 buradadır. Bu da 11-ci sətirdir. Bu da gəlir bura. Oldu, Y11. Gördüm cavab müəllimə. Bax, görək. Bax, görək kim nə yazıb. H-da yazan var. Aha, F-də yazan var. Nerede? Evet. Xədicə. Yazın, görün nə yazın. Nərmin, sən də elə ki, hələ başa düşməmsən tam olaraq. Mən hərflər uyğun gəlmir uşaqların. Bir oldu bilməm. Ya Hə. Leyla başa düşdüyəcək. Hə, Nərmin, səndə problem var, Əcək. Aytən niyə yazmıyor? Aytən. Aytən buradasan? ben Hı, yaz. Zəhra, aferin Zəhra. Hı. Uşaqlar, bax, C buradadır. Nərmin, bax, diqqətlə bax. Nərmin, bax, C buradadır. C-dən deyil, get Y-yə. Y haradadır? Y də buradadır. Düzdürmü? C ilə Y-nin arasında nə qədər hərf var? Plus 1-dir da. Düzdürmü? Bir dənə hərf var. D. Yazıram D. C, D. Y. Bəs 5 ilə 11-in arasında 6-dır. Düzdürmü? 5-in üstünə 6 gələndə 11 Allah. Yazıram bərabərdir. B-dən bir dənə hərf adlamalıyam. Yəni, B-nin üzərinə bir dənə hərf gəlməliyəm, ötürməliyəm. Sonra o biri hərfi deməliyəm. Bax, B buradadır. Bax, B buradadır. Deyirəm, bunun üzərinə bir dənə hərf gəl, ondan sonrakını de mənə. Gəldim C-ni. C-dən deyir, sonraki nədir? D. Deyir ki, uşaqlar, vafli qatı kimi da, necə deyim? Yəni, necə başa salmışıq? Ortada qalanı demirik də, digərini deyirik. Yəni, bir dənə adladımsa, o biri hərfi deyirəm. Deyirəm, düşdüm D-yə. D-yə. Burada da 3-dür. 3-cü sətrin də üstünə 6 dənəsini gələndə düşürəm 9-a. Yəni, plus 6 gələndə düşürəm 9-a. Burada D-dir. Neçədəyəm? D. Bir dənə hərf adlamalıyam. Bu görünmədi. Bir dənə hərf adlamalıyam. D-ni tapdım burada.
D-dən bir dənə hərf o tərəfə Y-dir. Y-ni adladım, düşürəm F-ə. Düşdüm F-ə. Plus E. Burada nədir D? 10. Onun da üzərinə plus 6 gələndə düşürəm 16-ya. Nərmin, sualın var. Varsa de, bir də izah edin. Yox, mən başa düşdüm. Bu şəkil. Gerək görə Excel bizə nə deyir? Düz tapmışıqmı, yoxsa? Deyil. Sual olan var? Yoxdur. Uşaqlar, indi gələk, nisbi xana nədir, mütləq xana nədir? İndi onların burada izahına baxaq. Uşaqlar, belə deyim ki, mən bura yazıram ki, 3, 2, 2, nə bilim, 5. Burada yazıram 2. Belə bir qiymət yazıram. Sonra bu xanı yazıram. Bərabərdir 3 plus 2. Enter'e bastım. Bu bunu hesapladı 5'dir. Bax, bunu mən aşağıya çəkəndə, bax, bunu mən aşağı sürüşdürürəm. O biri xanalar olduğu kimi qalır. Niyə görə? Baxın, bura açıram. Bax, sürüşdürəndə axı dedik qiymətlər sürüşür. B3-ün üzərinə gəlib C3, amma C3 xanasında dəyər olmadığına görə, yəni elə mənə 4-ü qaytarıb bu şəkildə. Bəs mən necə eləyim ki, mən bunu hesablayanda hamısının üzərinə elə gəlsin 2-ni. Girirəm ayrıdan bura. Bu 2 olan xanam budur da, düzdürmü? C2 xanası. Bunu götürürəm. Bunu eləyirəm. F-in düyməsi ilə. Bir dəqiqə. Olmadı. Bir dəqiqə. F-in F4-ü basıram. F-in F4-ü basan kimi dollar işarəsini gəldi. Mütləq xana oldu. İndi Enter-i vururam. Sonra gələm. Bunu sürüşdürürəm. Bu şəkil. Baxın. İndi 4-ün üstünə 6 gəldi, 2-nin üstünə 2 gəldi. 4-ün üstünə 2 gəldi, 6-nı verdi. 2-nin üstünə 2 gəldi, 4-ü. 5-in üstünə də 2 gəldi, 7-ni verdi. Gəl açaq görək necə oldu. Baxın, mütləq xana nə demişdik uşaqlar? Dəyişmiş. Yaxşımı? Dəyişmədiyinə görə hamısının üstünə 2-ni gəldi. Amma bayaqlarım dəyişirdi. Sürüşürdü aşağıya. Aşağıya gedib hesablayırdı. Amma halbuki aşağı xanada mənim dəyərim yoxdur. İndi hətta burada qiymətdə olsa, bu xanada qiymətdə olsa, yenə təsir eləməyəcək. Elə gedəcək mütləq xananı götürəcək. Başa düşdük? Yəni mən bunu sürüşdürsəm, yəni mən bunu belə tutum, sürüşdürüm. Gətirim. Bax, 2 qaldı. Niyə? 4 sürüşdürür. Baxın, açaq. Bax, 4 Y6-ya keçdi. Amma C2 dollar 2 dəyişmədi. Sürüşəndə belə dəyişməyəcək. Başa düşdük. İndi buna aid bir dənə misal yazacağım. Amma burada yazmayacağım. Çünki uzun başı gəlir. Bu tərəfdə yazacağım. Bu tərəfdə yazaq. Yazıram ki, yazıram. Nə yazaq? B5 bərabərdir. C2 plus dollar D dollar 6 plus ben de qarşılığından vereyim qəşəng. Y2 plus dollar C8 plus 5. Uşaqlar, bu 5 dəyişmir. Yaxşımı? 5 5'dir. 5'i başqa yerdə görəndə deməyin ki, ay mənimlə 5 nədir?
Google aça bilmədik. Yazın. Hə, hara köçürdürəm, onu yazmadım. Uşaqlar, bir saniyə. Köçürdün onu. D8-ə. Sual verən yoxdur, ay mənə qoy, hara köçürdük? D8-ə. Bərabər. Bunda sürüşdürmürəm deyirəm mənə. Dollarda Yəni sürüşmür. güllə atırmır. Dollarda sürüşmür. Amma e, dollar olmayanda necə deyirlər? Sürüşür. İş birası da bir dənə də deyim də. Məsələn, Y-nin qabağında dollar yoxdur. Y sürüşəcək. Amma sətrin qabağında, 2-nin qabağında dollar var. O sürüşməyəcək. Yəni necə deyirlər? Qarışıq ünvanda, bu qarışıqda. Dedi axı, hansının qarşısında dollar varsa o dəyişmir. Dollar hansının qarşısında hansının qarşısında dollar varsa o dəyişmir. Dollar olmayan dəyişir. Mənim F-dən sonra J gəlibdi. Hə, sizə o da lazımdır uşaqlar. Dəqiq. Dedim, çəkim gətirim şəkili. Bir də burada qalsın. Hı, görünür də. Hansı dəyişmirsə dollar işarəsini də yazın. Dollar işarəsi ilə dollar işarəsi var da zaten yazın. Düzdür, buradan mən görürəm necə yazırsan, amma dollar işarəsini də qeyd edin. Nərmin, çətinliyin var hə sənin yenə. Nərmin. Nərmin. Yaz. Ya mən yazdım. İndi mən yazayım. Mən də cavab yazım sizdən nə olar. Yaxşı, gözləyim. Yaz. Hesablama olan kimi uşaqlar aktivləşir hamısı. O ki, nəzəriyyə dərsi oldu. Bilmirəm niyə belədir. Kur.
Leyla, bax deyim. Hər Oha. hər ikisinin qarşısında dollar işarəsi olanda heç onu dəyişmirsən. Olduğu kimi qalır. Hansının qarşısında qarışığın olanda da hansının qarşısında dollar işarəsi varsa o dəyişmir. Yəni dollar olan sabit qalır. Kaş, kaş deyir həyatda da dollar sabit qalaydı. Belə yazıram. Bax, B-də uşaqlar. B-dən keçmişəm D-yə. Nə adlamışam? C-ni adlamışam. A orasını. Yəni plus 1-lə gedirəm. Buradan da plus 3-lə gedirəm. Burada heç nə olmadığına görə C-dən adlamalıyam. C-dən hara adlamalıyam? 1-in adlamalıyam. D-ni ötürməliyəm, Y-ni götürməliyəm. Yəni Y plus 3 də sətrin üstünə, yəni 5-ə gəlib düşür. Bu olduğu kimi qalır. Dollar D, dollar 6. Bura baxıram. Görürəm ki, 2-nin qarşısında dollar var. Ona görə onu dəyişmirəm. Sarı rəngdə saxlayıram, dəyişmirəm. Amma Y yaşıl işıqdır mənə. Y-ni mən dəyişməliyəm. Yəni bunu gəl qırmızı eləyim, uyğun gəlsin. Qırmızı dayan deməkdir. Dəyişmə bunu. Hə. Plus Y-ni yazıram. Y-nin üzərinə Y burdadır. Y-ni bir dənə adlamalıyam. Yəni burada F-i adlayıram, düşürəm G-yə. Yəni G dollar 2. Dəyişmədi bu. Sonra baxıram ki, burada bu da C-nin qarşısında dollar var, amma 8-də yoxdur. Deməli C dəyişməyəcək, 8 dəyişəcək. Yəni burada da olacaq. Plus dollar C 8 də dəyişib olacaq. Üzərinə 3 gələndə 11. Bu 5-dəki olduğu kimi qalır. Yəni 5-i çox yazmamışam. İndi bir dənə yazıram. Bunu da yazaq. Sonra yekunlaşdırıram dərsi. C3 xanasındayam. Deyirəm ki, A2 plus A dollar 1 plus dollar B3 plus dollar B dollar 3 yazın. Bu şəkildə. Getmişəm D5 xanasına. Bu yazın. Yazıram mən. Yaz. Hazır. Gönderdim ben. Baxın. Atdım mən. Görürəm.
Bir də mənim ikincisində dollara fikir verməmişəm, heç yazmışam. Bir olmalı. Hə, Leyla'da yenə qarışıqlıq var. Sənə baxım. Sən də dollarları yemisən Ya biraz. bir dənəsində ikinci dollarda bir yazmamışam, üç yazmışam ona görə. Hə, baxım. Çox var. Yazıram. Görək nə olur. Leyla, səndə nəsə hamı ilə uyğunluq olmayan bir şey var. Deməli, A-dayam. C-dən D-yə getmişəm. C hardadır? Burada. D-yə. Yəni sadəcə keçmişəm də. C-dən D-yə getmişəm. Onda belə çıxır ki, mən burada A-dayam. Hə, buradan da plus 1, 2 getmişəm. Burada da uşaqlar ki, sadəcə Müəllimə, bir dənəsini bir sürüşdürmüşəm. Ona görə məndə fərqi çıxıb. hə, yaxşı. Elə bil ki, C-dən D-yə keçmişəm. Da adlamaq yoxdur burada. Burada C-dən elə bil belə keçmişəm də. Adlamamışam. Onda nə edirəm? A-dan onda sürüşdürməliyəm, keçməliyəm də. Yəni A-dan keçməliyəm B-yə. Keçdim. Bir dəqiqə bu A-nı 2. Hə. Plus 2 ilə keçirəm 4 oldu. Plus A dəyişir. A-dan da B-yə keçirəm. Bunun qarşısına dollar var deyən. Dedik ki, dollar olanlar dəyişmir. Qırmızı işıq dollar dəyişə bilməz. Qaldı bu. Daha sonra baxıram, bu da dəyişə bilmir. Çünki plus bu da dəyişə bilmir. B yazıram. Amma plus 2 var burada. Plus 2 olduğuna görə B 5-ə düşəcək. Daha sonra buna da ümumilikdə hamısına qırmızıdır. Qırmızı olduğuna görə dollar, B, dollar 3 şəklində qalacaq. Yəni burada sadəcə sürüşdürmə olur. C-dən D-yə keçir. Bax bu şəkildə sürüşür. Adlamayıb. Sən də sürüşdürəcəksən. Belə. Sual olan var. Başa düşməyən var. Yəni vaxtı varsa qalsın təkrar izah edeyim. Yəni vaxtı olmayanlar gedə bilər. Vaxtı olanlar, başa düşməyənlər də qalsın izah verim təzədən. Heç kimdən səs çıxmır. Başa düşdüyüm mən. Çıxa bilərəm. Hə, çıxa bilərsən.